Hər bir möminin, hər bir dindarın, Allah bəndəsinin həyatda ən üstün dəyər verdiyi, hörmət qoyduğu Allah olmalıdır. Elə bir insan olmaz ki, ehtiram, hörmət, dəyər barəsində düşünməsin. Ümumiyyətlə, Allah Teala insanı belə yaradıb ki, insan dəyər verən varlıqdır, hörmət qoyan varlıqdır. Bəzən hətta biz bir-birimizi bəyənmirik, deyirik, filan kəs xoşuma gəlmir. Niyə? Çünki hörmət qoymur adama, adamı saymır, ehtiram eləmir. İnsan zatən hörmət qoyan və hörmət qəbul edən varlıqdır. Və hörmət eləməyənə də hörmət eləmir. Deyir, filan kəs hörmətimi saxlamır, mən onun hörmətini saxlamıram. Ona görə insan, mömin, Allah bəndəsi, xüsusən namaz qılan, dindar elə yaşamalıdır ki, dəyər verən olsun, hörmət qoyan olsun, ehtiram edən olsun. Kimə ehtiram eləsin? İnşallah xütbəmizdə, gələn söhbətlərdə işarə edəcəyim, amma bu günləri birinci dindarın ehtiram elədiyi, bütün hörmətlərin başında durduğu, ata-anadan da qabaq, bəli, müəllimdən də qabaq, dostdan da qabaq, ailədən də qabaq ehtiram elədiyi, onu yaradan, ona ruzi verən, onu qoruyan, dünya və axirət əlində olan Allah olmalıdır. Allahın hörmətini saxlamayan hörməti yoxdur. Allaha dəyər verməyənə Allah da dəyər vermir. Özümdən demirəm. İndi inşallah Quran-ı Kərimdən ayələri və hədisləri diqqətinizə çatdıracağam. Allaha necə dəyər verək? Necə Allahın hörmətini saxlayaq? Elə deyə qurban olum Allaha. Bəsdir, Allahı çox istəyirik. Bəsdir, Quran-ı Kərimə əsasən, Peyğəmbər və onun pak əhl-i beytinə əsasən birinci ilk növbədə Allaha dəyər verməyimiz Allahın adına olmalıdır. Allahın adı gəldi, söz bitdi. Allaha dəyər vermək Allahın adından başlayır. Allahın adı gəldi ortaya həm zahiri mənada, həm batini mənada. Zahiri mənada budur. Bir yerdə gördün Allahın adı yazılıb, ona hörmət qoymalısan. Gördün Allahın adı yazılan kağız düşüb yerə, onu yerdən götürməlisən. Allah eləməsin, nəcis olub, murdar olub, batıb, tez onu təmizləməlisən. Batini mənada Allahın adı gəldi. Allah dedi, haramdır, baş üstə. Allah dedi, olmaz, baş üstə. İndi mən birincisindən danışım sizə. Allah Taala'nın adına bilirsiniz, eşitmişsiniz. Dəstəmazsız əl vurmaq olmaz. O qədər Allahın adı da müqəddəsdir ki, Allahın adına dəstəmazsız belə əl vurmaq olmaz. Allahın kəlamı olan Quran-ı Kərimə dəstəmazsız toxunmaq olmaz. Quran-ı Kərimdə Allah Teala bir neçə yerdə bu barədə bizə deyib, biri budur. Təbarəkəsmu Rabbik. Bax, Təbarəkəsmu Rabbikə zil cəlali vəl ikram. Cəlal, əzəmət, üstünlük, kəram, cəmal sahibi olan Rəbbinin adı xeyir-bərəkətlidir. Nəyi? Adı belə xeyir-bərəkətlidir. Yaxud da digər ayədə bayram namazında oxuyuruq. Səbbihismə Rabbikəl ə'la. Allahın adını belə uca tut. O da alimlər buyururlar ki, Allahın adı gələndə Cəllə Cəlaluh deyin, Təbarək və Təala deyin. Günah eləməmisən ha. Çalışın Allahdan danışanda deyin, bizi yaradan Allah, bizə ruzi verən Allah. Allahın adını da çəkəndə hörmətlə çəkin, ehtiramla yad edin. Elə öz aranızda kimi Allah belə dedi, Allah belə dedi, nauzubillah. Deyin Allah Təbarək və Təala belə dedi. Allah Taala belə dedi. Subhan olan Allah belə dedi. Cəllə Cəlaluh Allah belə dedi. Adını belə çəkəndə, ondan bir söz deyəndə hörmətlə Allahı yad edin. Müsəlman dünyasında tanınmış bir adam var, Bişri Hafi deyirlər ona. Bişri Hafi, bir dəfə ondan danışmışam sizə, günah əhli idi. Elə günah əhli idi ki, ağsaqqallar bağışlasın, evində məclis təşkil verirdi, qadınlar, şərab məclisi, aləm xülasə qatırdı bir-birinə. O tövbə elədi sonra. Onun tövbəyə müvəffəq olmasının, tövbəyə tövfiq tapmasının səbəblərindən birini deyirlər, ilk növbədə bu olub. Bir gün doğrudan da hala pis idi, yəni çox pis haramdan istifadə eləmişdi, yolla gedirdi, içkili idi, ya nə idi, hala pis idi. Meyxana məclisindən, kef məclisindən gəlirdi. Baxdı yerə gördü ki, bir dənə kağız var. Üstündə yazılıb Bismillahirrahmanirrahim. Allahın adı. Bişir onu götürdü, səliqə ilə təmizlədi, yerə batmışdı. Ona ətir vurdu, xoş iyili elədi, apardı evinə, bir dənə divarda onu paç yerdə taxdı. Allahın adıdır. Həmin gecə ki, yatdı, yuxuda gördü ki, ona nida gəldi. Ey Bişir, sən bizim adımızı təmizlədin, onu xoş ətirli elədin,
Biz də sənin adını xoş eləyəcəyik. Ondan sonra ona deyir, tövbəyə müvəffəq oldu. Bir gün evinin yanına İmam Musa Kazım əleyhissalam keçirdi. İmam Musa Kazım əleyhissalam keçəndə bir hadisə baş verdi də qısa eləm. Eşitdi, imam mənim evimin yanından keçir. Bir söz deyib, imamın bir cümləsi ona təsir elədi. O gündən tövbə elədi. Qaçdı imamın dalıca. İmamla görüşdü. Allah ona tövbə etmək tövfiqin verdi. Hardan? Allahın adını təmizlədi. Allahın vəlisi İmam Musa Kazımın əli ilə tövbə elədi. Adı Bişir, amma Hafi deyirlər. Niyə? Hətta deyirlər ki, ona deyirlər ki, o ayağı yalan gəzən. Həmişə ayağı yalan gəzirdi. Hafi, ayağı yalan gəzən deməkdir. Soruşurlar, niyə ayağı yalan gəzsən? Bir neçə nəqillər var, biri budur. Deyir, mən Allaha tövbə eləyəndə, İmam Musa Kazımla rast gələndə evdən qaçmışdım. Qəflətən, hövüllü, ayağı yalın idim, o günü unutmaram. Mən daha ayağı yalınam. Allah məni tövbəyə müvəffəq eləndə ayaq yalın olmuşam. İmam Musa Kazımla görüşəndə əleyhissalam ayaq yalın olmuşam. Ölünə qədər də ayaq yalın gəzdi. Amma hardan müvəffəq oldu? Allahın adına qoyduğu hörmətdən. 2. Allahın məqamı ucadır. Ola bilər biri sizi Allahın məqamına and versin. Söhbət düşüb, deyir, and içirəm Allaha, məni burax. İnanmırsan mənə, mən bu işi görməmişəm. Allaha and içirəm, sən demə, yox, mənim nəyimə lazım, nauzubillah. Allah nədir? Yox, mən qəbul eləmirəm. Sənə Allah and verir. Düşmən deyil ki, müsəlman mömin qardaşındır. O da İslam məhkəməsində bəzi yerdə iş o yerə çatır. Məhkəmənin sədri and içməklə o adamı məhkəmədən buraxır. Şahidlər olmasa, əldə fakt, subut, dəlil olmasa, and içməklə onu buraxır. And içəndə də nə and içir? Allahın adını and içir. Əgər yalandan and içsə, Allahın adını ortaya gətirsə, nə eləmişdir? Allahı hörmətsiz etmişdir və cəza gələcək. Bilsin, yalandan and içən bəla gələcək. O da bizim dinimizdə var. Çalışın, hətta maksimum nə qədər bacarırsınız, halal işlərə belə and içməyin. Düzsən, and içmə. Ticarətdə alıverdə olanlara xəbərdarlıq ediblər. Malını satmaqdan ötürü Allahı ucuz eləmə. Qiymət neçədir? Allah and olsun. Mal necədir? Allah and olsun. Hər dəfə mal haqqında bir dənə cümlədir, onunla and içir. Eləməyin bu işi. Məcbur qalmasanız, Allaha and içməyin. Allahın adı ortaya gəldi. Qardaş, sənə and verirəm Allaha. Allahın adı gəldi. Bazarsan o adamı yox demə. Quran-ı Kərimdə Allah Teala buyurur: "Və yabqa vəchuhu rabbika zil jalali vel ikram." Allahın hər şey məhv olacaq, Allahın zatı qalacaq. İkram kəlməsini deyir. İkram nədir? Kəramət, əzəmət sahibi. Allahın bir əzəməti var. Adının ucalığı var. Təfsirlərdə buyururlar ki, yəni Allahın adı elədir ki, Allahın adı gəldi. Layiqdir ki, Allaha əzəmət, hörmət qoyarsan. O layiqdir buna. Necə Allahın adını çəkmirsən, Allahı layiq bilmirsən? Peyğəmbər yolla keçirdi. Gördü, bir qul sahibi tərəfindən döyülür. Bu qul qışqırır. Burax məni. Bu da sahibi qul nökəri döyür. Qul qışqırdı ki, səni and verirəm Allaha, məni burax. Allaha pənah aparıram, burax məni, döymə məni. Bu yenə başladı döyməyə, dayanmır. Bu zaman o döyülənin gözü sataşdı Peyğəmbərə, Peyğəmbər keçir oradan. Səni and verirəm bu Peyğəmbərə, məni burax, döymə. O da buraxdı, daha döymədi. Peyğəmbər bunu gördü, təbii ki, narahat oldu. Görün nə dedi? Nökərin sənə Allaha and verdi, Allaha pənah gətirdi. Sən ona Allaha pənah vermədin. Allah dedi, Allaha görə buraxmadın bunu. Amma mənə pənah gətirdi, mənə and verdi, onu buraxdın. Bir halda ki, Allah Taala Muhammeddən daha layiqdir. Allahümme salli ala Muhammed. Mənim adımı eşidirsən, buraxırsan. Allahın adı gələndə niyə buraxmadın bunu? Allah daha layiqdir. O kişi peşman oldu. Ağıllı müsəlman idi. Dedi, elə indi Peyğəmbər. Allahın salamı olsun ona və əhl-i beytinə. Bunu nökəri azad edirlər. Daha qul deyil, evdə nökər deyil, azaddır. Peyğəmbər gör nə dedi? Vəllezî ba'asani bil haqqi nebiyya. And olsun o Allaha ki, məni haqq olaraq Peyğəmbər göndərib. Ləv ləm təfəl ləvaqəə vəcəhəkə hərrunlar. Əgər belə eləməsəydin, bunu azad eləməsəydin, üzünü od yandırardı. Allaha dəyər vermədin axı. Kişi Allah qışqırır, buraxmırsan. Yoxsa odda yanardı. Bunu azad eləməyin canıvı nədir? Qutardı. Ona görə qardaşlar, harda belə Allahla bağlı məsələ ortaya çıxsa, mütləq gərək birincisi diqqət eləyəsiniz. Qardaşlardan biri mənə deyirdi, bunun bir məsələsi də bizlə bağlı. Dedim, necə? Bizim ruhani qardaşlardandır, yaxşı misal vururdu. Dedi ki, bizdə də belə insanlar var. Dedim, necə? Dedi ki, ölsən, Peyğəmbər yoxdur. Allah deyir, o adamı eləmir. Amma gedir, sadə bir adamı bir dənə dayday tapır, bir dənə tanış tapır, bir dənə yuxarıya müraciət edir, işə həll olur. Gəlir kasıbdır, şəhid ailəsidir, imkansızdır, əzi ayaqsızdır, gəlir bir dənə müdirin qapısına.
icranın qapısına, bir dənə vəzifəli məmurun qapısına. Allah deyir ver. Qanunlar da deyir ver. Vermir. Bir dənə yuxarıya şikayət eləyən kimi, nazirliyə yazan kimi, prezident aparatına yazan kimi çağırır, deyir, nə istəyirsən eləyim sənsən. Allah deyir, ver, vermədi. Amma nazirlikdən, aparatdan gələndən sonra verdi. Bu həqiqətdə neynədir? Allahı kiçiltdi. Bu hələ o bəndəyə çıxmamışdan qabaq Allaha xatir verməli idim buna. Allah deyir, ver, vermir. Gedir sonra bir dənə adam tapır, vasitə eləyir, götürür onu verir. Deməli, bu adam Allaha dəyər vermir. 3. Allahın adını elə hörmətlə saxlamalıyıq ki, bir namaz qılan kimi, bir dindar kimi, sabah dinsiz, müsəlman olmayan elə bir iş görməyək ki, dönüb bizim Allahımızı söysün. Bəli, nauzubillah. Necə olur? Quran-ı Kərimdə Ən'am surəsində Allah Teala buyurur: "Və la tasubbullezine yad'un min dunillah feyasubbullaha advan bighayri ilm." Kafirlərin Allah əvəzinə çağırdığı bütləri, bütdür də bu. Daşdan, torpaqdan, dəmirdən bütdür. Sən onların bütlərini söyməyin ki, onlar da ədavət və nadanlıq üzündən qayıdıb Allahı söyərlər. Sən bütü söyərsən, o da qayıdıb həqiqi Allahı söyər. Gərək elə bir iş görməyək ki, Allah təhqir olsun. Allah nə olsun? Alçalsın. Son. Dedim, bir zahir, bir də var batin. Batin necədir? Allahın hörmətin batində saxlamaq necədir? Adına hörmət qoyulmalıdır, dəstəmazsız əl vurmaq olmaz. Quran oxunur, sakit qalın. Deyir, qardaş, sakit qalın, atan danışır. Atan danışanda oğul sakit qalır. Müəllim danışanda şagird susar. Böyüklər danışanda kiçiklər sakit qalar. İndi bütün hər şeydən böyük olan, əkbər olan, Allahu Əkbər dediyimiz Allah danışır, Quran oxunur, sakit qalın. Əraf surəsi. Quran oxunan zaman sakit qalın, bəlkə sizə rəhm olunsun. Bir dənə vəzifəli danışanda, bir dənə məmur danışanda, bir dənə pullu danışanda quzu kimi qabağında ələşir, sakit. Yanındakı nədir? Sakit qal. Əlində belə eləyir, sakit qal. Allah danışır, Quran ayəsi çəkilir. Biri çay içir, biri siqaret çəkir, üzr istəyirəm. Biri telefona cavab verir, biri mesaj yazır. Biri onunla pıçıldaşır. Qurana hörmət qoyun. Quran Allahın kəlamıdır. Allah danışırsa görə neyniyək? Sakit qalaq. Ona dəyər verək. Amma dediyim kimi, bəs gündəlik həyatımızda necə? Gündəlik həyatımızda da Allah Taala'nın bizim yanımızda olan dəyəri bütün bu dediklərimizlə yanaşı Allahın buyurduğu vaciblərlə, əmrlərinə tabe olmaqla yaşamaqdır. Hardan biləsiz bu adam Allaha dəyər verir? Görün Allahın sözünə nə qədər qulaq asır. Bunu mən demirəm. Peyğəmbər deyir, Allahın salamı olsun ona və əhl-i beytinə. Bilmək istəyirsiniz ki, Allah yanında nə qədər məqamınız var? Kim bilmək istəyir Allah ona necə hörmət eləyir? Görün Peyğəmbər nə deyir? Peyğəmbər deyir, baxsın görsün o Allaha nə qədər hörmət eləyir. Mən kana yuhibbu an ya'lama manzilatahu indallah. Hər kəs istəyir bilsin Allahın yanında onun məqamı nədir? Falyanzur kayfa manzilatullah indah. Baxsın görsün Allahın onun yanında məqamı nə qədərdir? Allaha nə qədər dəyər verirsən, nə qədər Allahla yaşayırsan? Heç də dildə, ancaq and içməkdə. Yeyib içməkdə Allah yoxdur. Necə gəldi yeyib içir. Danışanda Allahın dediyi kimi danışmır. Nə gəldi ağzına danışır, üzr istəyirəm. Fa innallaha yunzilul abda minhu haythu anzalahu min nafsihi. Allah bəndəni o yerdə qərar verir ki, o Allahı o yerdə qərar verir. Sən Allahla necə rəftar edirsən? Allah da səndən belə rəftar edir. Bilmək istəyən Allah yanında məqamın var, Peyğəmbər dedi. Bilmək istəyirik Allah yanında nə məqamımız var, Peyğəmbər dedi. Allahın salamı olsun ona və əhl-i beytinə. Nə qədər həyatda Allahla yaşayırsan, Allah Taala'nın buyurduqları nə qədər sənin üçün əhəmiyyətlidir. Günahlardan nə qədər çəkinsən. Həzrət Əleyhisselam gör nədir? Ağamız Əmir əl-Müminin. Mən ərada minkum an ya'rifa kayfa manzilatahu indallahi azza və cəl falyanzur kayfa manzilahullah minhu indaz-zunub. Kim istəyir bilsin Allah yanında onun məqamı nə qədərdir, baxsın görsün ki, günahlarla necə rəftar edir. Günahla üzü Allah deyib haramdır, Allah deyib olmaz. Allah deyib yemə, içmə, bu sözü demə. Ayə də çəkirsən, bəzən ki Allah deyir eləmə. Gör həmin vaxt adam dayanır. Allah deməli onu o qədər qəbul edir. Dayanmadı, 5 dənə də bəhanə gətirdi, öz bildiyini elədi. Deməli Allah yanında onun məqamı elə o qədərdir. Kəzalikə takunu manzilatahu indallah. Onun da Allah yanında məqamı elə bu qədərdir. Ona görə qardaşlarım, çalışaq həyatda elə yaşayaq ki, Allah Taala bizi bir bəndə kimi qəbul etsin. Kimdir bu? Sözə qulaq asandır. Kimdir bu? Mənim sözüm gələndə dayanandır. Hücarat surəsi, Qur'an-ı Kərimin. Ya eyyuhəllezine amanu. Ey iman gətirənlər, möminlər, la tuqaddimu beynə yədayillahi və rasuli. Allahdan, Peyğəmbərdən qabağa
Keçməyin. Allah deyir, olmaz. Yox, bu özündən fəlsəfə qurur. Mənə belə gəlir, belə olmalıdır. Və sənə belə gəlir, mənə belə qoy qırağa. Allah belə demir. Filan alim Avropada akademik belə deyir. Allahu Akbar. Sən gör Allahı kimlə qoyursan ortaya? Yox qardaş. Allahdan, peyğəmbərdən qabağa keçməyin. Allah nə buyurursa odur. Allah dedi, olmaz, olmaz. İndi sən bax həyatıma, mən baxım həyatıma. Nə qədər Allahın dediklərinə əməl ediriksə, o qədər də Allahın yanında məqamımız var. Yox, Allah bir adamın həyatında yoxdursa, Quran dediyi kimi, bəziləri Allahın da dildə iman gətiribsə, dildə danışanda Allah deyir, ayə deyir, hədis deyir. Bu da bəziləri baş kəsənlər var, bugün Suriyada. Bunlar üçün Allah ancaq Quran ayələrini dildə oxumaqdır. Məzlumu görəndə, Fələstini görəndə Allah ya da düşünürsə, Allahın da yanında bunların məqamı elə o qədərdir. Allahın da verir Peyğəmbər və onun pak əhli beytinə. Allah Teala bizi həqiqi Allaha dəyər verən, hörmət qoyan bəndələrdən qərar versin. Amin.